Peşə stresinin öhdəsindən gəlmək necə lazımdır? Bu haqda danışırıq. Həm söhbətimiz isə psixoloq Zümrüd Əsədovada. Zümrüd xanım, salam. Salam, necəsiz? Çox sağ olun, yaxşı olasınız. Psixoloqların da peşə ilə bağlı stressləri olur? Düşünürəm ki, olur. Siz necə öhdəsindən gəlirsiniz? Şəxsi təcrübəniz çox maraqlıdır. Şəxsi təcrübə, mən balansı güdməyə çalışıram. Yəni, məsəl üçün, zehnimlə işləyirəmsə, sonra məsəl üçün, idmanla məşğul ola bilərəm ki, bədənim aktiv olsun. Sonra meditasiya edə bilərəm ki, mənəvi tərəfdən aktivləşsin. Yəni, daimi olaraq çalışacağam ki, bir, belə deyək, tərzdən başqa tərzə keçim ki, ümumi strukturumun hamısı işləyə bilsin. Yəni, bunu bütün sahələrə aid etmək olar? Kim zehni fəaliyyətlə? Bəli, əksinə ən yaxşı variantlardan biridir. Çünki əgər zehni iş yorursa, bu demək deyil ki, gedib yatmaq lazım ki, beyin istirahət eləsin. Əksinə, fəaliyyət növünü dəyişməklə enerjini yüksəkləmək və özünü daha yaxşı hiss etməyə şərait yaratmaq. Yox da, o demək düz deyil axı, yuxu tamamilə yaxşı deyil. Yuxu da çox yaxşı təsir edir. Yəni... Yox, məsəl üçün yorulan kimi, elə insanlar var ki, deyir, zehni işlədim, gedim biraz yatım və yaxud ki, fiziki işlədim, gedim biraz yatım. Və yaxud da ki, ümumiyyətlə, ən kritik ana qədər gətirirlər zehni işi, sonra bədən o qədər taqətdən düşür ki, artıq fəaliyyətə keçməkdə də belə çətinlik çəkir. Məsəl üçün, iş vaxtı bitdi, amma o evə getmə vaxtı var, hansı ki, o durmalıdır, getməlidir, yol getməlidir. O artıq işgəncəyə dönüşür, çünki fiziki bədənlə zehni, belə deyək də, düşünmə bir-birinə bağlıdır. Enerji ümumi yerdən gəlir. Və ya bu bədənə gedir, ya məsəl üçün düşünürsənsə, düşüncəyə sərf olunur. Ona görə də sərfiyyatı düzgün şəkildə idarə etmək lazımdır. Amma yatmaq təbii ki, vaxtında olmalıdır, o heç. Bəzən də olur ki, məsələn, əməkdaş düşünə bilər ki, mən uzun müddətdir bu işdə çalışıram, bu işin böyük stressi var, mən artıq dözə bilmirəm, ona görə işdən çıxmaq qərarına gəlir. Sizcə bu da, və ya peşəsini dəyişmək qərarına gəlir, tamamilə gedir başqa bir sahəyə. Sizcə bu yaxşı üsuldur? Təbii ki, bu situasiyaya baxır, individual olan bir şeydir, amma işdən çıxmadan əvvəl ən azından çıxa bilər ki, o özü ilə vaxt keçirə bilsin və bu iş olmayanda mənim həyatım necə olur və mənim həyatım nə ilə daha yaxşı ola bilər və onu mən iş həyatımdan paralel apara bilirəmsə, bu mən nə qazandırır, apara bilmirəmsə, mən nə edə bilərəm. Yəni, özünə insan bəlli bir suallar verməlidir ki, o struktura əsasən qoşsun. Çünki bəzən sadəcə olaraq insan yorulub və dincəlməyə ehtiyac var. Bütün həyatını dəyişib sıfırdan başlamağa ehtiyac qalmır. Çünki bir sahədə artıq professionaldırsa və oradan gəliri var, çevrəsi var, hansı bir nəticələri varsa, onu silib başqasını keçmək əvəzinə nə ilənsə birləşdirmək və yaxud da ki, bərabər aparmağın yollarını tapmaq bəzən daha effektiv olur. Razıyam. İndi bax, deyək ki, kimsə doğrudan da belə böyük bir stres altındadır, məhz işi ilə bağlı. Həmin insan bu ardıcıl addımlar necə olmalıdır ki, bu stresdən öz canını qutarsın? Nə tövsiyə edirsiniz həmin insana? Həmin insan iş yerindədir həmin anda, yoxsa ümumiyyətlə həyatında... Deyək ki, işdə oturub bizə qulaq asır, bəli, işdə oturub ən yaxşı üsullardan biri sırf nəfəs praktikalarını öyrəndim. Nəfəs praktikasını ümumiyyətlə heç öyrənməyə qoydum qırağa. Sadəcə olaraq nəfəs almaq və öz nəfəsini hiss eləməyə çalışmaq. Bir də məsəl üçün həmişə olur da insanlar kimlə əl-ələ tutanda, qucaqlaşanda insan rahatçılıq hiss edir. Elə öz əlinizlə öz əlinizi tuta bilərsiniz, amma hiss eləmək şərti ilə də o mən buradayam anlayışı oyanana qədər ki, bədən oyansın. Bədən aktivləşəndə, oyananda istər-istəməz enerji bədənə yönəlməyə başlayır. Məsələn, insan çox yorğun, stresli olanda bütün fikri gələcəklə bağlı olur. Yəni, bütün enerji beyninə gedir, belə deyək də. Bir də var ki, mən sadəcə olaraq indi burada oturduğumun belə fərqinə varmağa başlayıram. Onda həmən düşüncə bədənə keçdiyi üçün enerji də bədənə keçməyə başlayır. Düşüncəmiz hardadır, enerji də oradadır. Ona görə də bədənə yönəldəndə fikrimizi, bədən başlayır yavaş-yavaş oyanmağa. Bədən oyananda isə beyin rahatlaşmağa başladığına görə bizim özümüzü yaxşı hiss eləməyimizin ehtimalı çox-çox artır. Amma daha da rahat hiss eləyə bilsək, bizim həmən o stresin həllini tapma ehtimalımız da birbaşa arta bilir. Çünki sırf rahatlama anında şuuraltıdan məlumat şuura rahat keçə bilir. Beyin nə qədər rahatsa, məsələnin həlli bir o qədər tez tapıla bilir. Mən düşünürəm ki, çox yaxşı tövsiyələrdir. Təşəkkür edirəm sizə Zümrüd xanım efirə qoşulduğunuza görə. Telefon xəttində psixoloq Zümrüd Əsədova idi və onun tövsiyələrini eşitdik. Əgər doğrudan da indi belə bir vəziyyət